Ağdaşların Ləçəkəsib 6 saylı tam orta məktəbin 1 hektarlıq boş ərazisidir. Buran mənimsiyib ki, onun arasında məktəbin laborundan ayrıblar. Baxa bilərsiniz, 1 hektarlıq ərazidir. Bax, qapısında qıfıl. Məktəb Ləçəkəsib 6 saylı tam orta məktəbin tikiləndə ümummilli lider Ulu Öndər Heydər Əliyev 1986-cı ildə 6 hektar yarım torpaq ayırıbdır. 6 hektar yarım torpağında 1 hektarın dalda gizlədiblər. Məktəbə yeni hasar çəkiblər. Məktəbin sənədləri itdi deyib 3 hektara sənədləşdirmək istəyirlər. Baxın, bax, Ləçəkəsib 6 saylı tam orta məktəbin ərazisidir. 3-4 aydır çəkilən hasar bax bu gündədir. Bax, nə məktəb direktoru maraqlanır, nə məktəbin zavuşu maraqlanır, nə savxozu var. Baxın. Bu Ağdaşların Ləçəkəsib 6 saylı tam orta məktəbin həyətyanı ərazisidir. Bax. Belə təzə setkalar çəkilir, setkalar da qırıq-qırıq olunur. Baxın. Görün, bu nə bərbad gündədir. Baxın, 2 ayda ölü, 3 ayda ölü çəkilən setka. Setkanı çəkiblər, indi də dağıdırlar. Məktəbin nə hasarına baxmırlar, nə direktor maraqlanır. Baxın, bax, məktəbin hasarı, bax, qapısı qırıq. Halbuki bu ərazilər hamısı bax, məktəbin ərazisi olub. Bax, 1 hektar olub. Baxın. Baxın. Görün, məktəbin qapısı nə gündədir. Baxın. 3 ay, 4 ay olar bu hasar çəkildi. Baxın. Bax, nə direktoru var, nə savxozu var bu məktəbin. Bu məktəbin ərazilərini ancaq mənimsiyirlər. Başqa şəxslərə satırlar əraziləri. Yol kənarı əraziləri, dükan, obyektlər tikilmək üçün satırlar. Arxada əraziləri belə hasarlayırlar içinə. Çolluq alırlar, sonra başlayırlar məktəbin ərazilərini zəbt edirlər. 6 hektar yarım torpaqdan elə 5 hektar tapıb qoya bilmədik katastr bölməsi. Məktəbin sənədləri itifdir, 3 hektara sənədləşdi. 2007-ci ildə İlham Əliyev əsaslı təmir olunsun deyə büdcədən pul ayırıb. Bax, məktəb belə remont olunubdur. Baxın, sadəcə qapı və